Basketbol üzrə yeniyetmələrin 8-ci Respublika oyunlarının final mərhələsində Gəncənin qız basketbolçuları medalçılar sırasına düşüb. Komanda Xaçmazda təşkil edilən yarışda yalnız finalda uduzaraq ikinci yeri tutub. Birincilikdə 8 komanda 2 yarım qrupda dairəvi sistem üzrə qüvvəsini sınıyıb. 1999-2000-ci il təvəllüdlü basketbolçuların mübarizəsində Bakının 3, Sumqayıt, Xaçmaz, Qax və Mingəçevirin bir kollektivi mükafatlar uğrunda yarışıb. Zona birinciliklərinin qaliblərinin üz-üzə gəldiyi yarışda Gəncə komandası öz yarım qrupunda bütün oyunlarını qələbə ilə başa vurub. Rizvan Səfərovun yetirmələri finalda Bakının Neftçi klubu ilə qarşılaşıb. Həlledici görüşdə məğlub olan Gəncəlilər 8-ci Respublika oyunlarının gümüş medalına yiyələnib. 2 il bundan qabaq keçirilən yarışda, həmin bu yarışın 7-ci Respublika oyunlarında, bu bildiyimiz kimi 8-ci Respublika oyunları Şəmkir şəhərində keçirilən çempion olmuşdur. Həmin yarışda bu, hansı ki, milli yığma komanda tərkibində olan idmançılar Bakıdan gedir söhbət, Bakı komandası. Bu, həmin oyunçular müxtəlif komandalarla işləyir. Amma indi bu yarışda yığmaq şəklində gəldiklərinə görə bizim ikinci yerlər. Amma bizim məşqlərimiz də, ümumiyyətlə, qarşımızda məşq olmuşdur, yenə çempion olaq. Amma bu illəri Bakı komandası sırf milli yığma komandası tərkibində olduğuna görə bizim müəyyən o çempion olmamızda qarşısını aldı. Gəncə komandası bu ilin sonuna dək daha bir yarışa qatılacaq. Basketbolçular dekabrda həmrəylik gününə həsr olunan Respublika turnirində çıxış edəcəklər. Orxan Cəfərzadə, Mehdi Məmmədov, Gəncə.